Devam edək. Deməli 49-cu sual. 3x-la n2 reaksiya daxil olur. Bu zaman x3 n2 əmələ gəlir. Bərabər kütləli götürülmüş x metalı və azotun reaksiyasından 50 qram. Deməli bu maddə nə qədər əmələ gəlir? 50 qram. Və 22 qram azot artıq qalır. Deməli x tam sərf olunub, azotdan artıq qalıb. Bunlar hər ikisi əvvəlcə eyni kütləli idi. Məsələn, nə qədər idi? A. A qram buydu, A qram da buydu. Və reaksiya nəticə azotdan 22 artıq qalıbsa, məsələn, tutaq ki, ikisi də 40 idi da, A 40-dır. A-nın yerinə tutaq ki, 40 qoymuşam. Və x tam sərf olunub. Deməli, 40-ın hamısını sərf edib. Ancaq azot isə o 40-dan 22-si artıq qalıb. Deməli, nə qədər sərf edib? 40 çıx 22. Baxın, belə tapırıq da 18. Yəni 42. Yəni A çıx 22. Baxın, mən belə yazmalıyam burada. 22 artıq qalıb. Sərf edib nə qədər? A çıx 22. Və alınan maddənin kütlənin saxlanma qanununa görə reaksiya daxil olan maddənin kütlələri cəmi alınana bərabərdir. Yəni A bununla bunu toplayanda 50-yə bərabər. A ilə A çıx 22-ni topla, eləsin 50. 2A bərabərdir 72. A da bərabərdir 36. Və salam. Deməli, biz tapdıq ki, x 36 sərf edib, azot da 36 çıx 22, 14 sərf edib. 36 ilə 14 toplamışıq, 50 alınıb. Bizə nəyə soruşuyor? X-in nisbat atom kütləsini alınıb tapdıq əsas. Deməli, 36. Deməli, bu 36-dır. Bu isə 36, 14, 22-sini çıxıb, bax, 22-si artıq qalıb, eyni kütləli olsa da. 3x-a da 28, tənasüb hazırdır. 36-ya 14 isə 3x-a da 28-dir. X ilə bərabərdir, burada eləyəcək 24. Cavab oldu B variantı. 54-cü sual. Deməli, burada deyir ki, X maddəsinin 75%, Y maddəsinin 40% reaksiya daxil olmuşdur. B-ni tapaq. Əslində, bu çox sadə sualdır. Baxaq, burada 37, 3 dənə sualımız qalıb. 45-ci sualı da izah eləyəcəm. Deməli, X maddəsinin 75%. Baxaq, əvvəlcə biz bilirik ki, baxın, buradan çıxan ox, bu alınan maddəni təmsil edir. Yuxarıdan gələn qrafiklər isə reaksiya daxil olan maddəni təmsil edir. X-in Y reaksiya daxil olub. Belə görünür. Və Y deyir ki, X-in 75%, Y-in 40% reaksiya daxil olub. Bax, Y necə yanaşır bura? Elə B-ni Y-in başlanğıcını soruşur. Baxın, Y bilmirəm nə qədər idi. Hansısa bir rəqəmdən 100 idi, 50 idi, nə qədər idisə. Və bunun 30'u, yəni görürsünüz, 30'u artıq qalıb. Deməli, nə qədərsə sərf olunub, 30 artıq qalıb. Ümumiyyətlə, B bunun, bu maddənin B rəqəm nədirsə, bu bunun 100% idi. Yəni, 100% nədir? Yəni, əvvəlcə buydu. Bunun 40% reaksiya daxil olubsa, 40%, bu 100%-in, əgər 40% reaksiya daxil olubsa, nə qədər faizi reaksiya daxil olmuyor? Deməli, 60% reaksiya daxil olmuyor da, belə çıxır. 100%-dir, onun 40% reaksiya daxil olubsa, 60%-nə reaksiya daxil olmuyor. Biz axı Y-in reaksiya daxil olmayan qramı nə qədərdir? 30 qram. Və son hazırdır tənasübümüz. Deməli, 60%, deməli, 30 imiş. Yəni, reaksiya daxil olmayan faiz 30 qramdır. Çünki 30 qramı reaksiya daxil olmuyor, artıq qalıb. Ona mənə də B-ni, yəni B bizim 100%-imiz axı. 100%-ə B-dir. Oradan B-ni də tapırıq. Cavab edir Y variantı, 50. 57-yə baxaq. Deməli, 57-də nə deyir bizə? Deyir ki, XY A-dır kütləsi, XY-in XY2-nin B-dir, X2Y-ın N-i tapmaq lazımdır. Yazaq. XY bizdə A-dır, XY2 B-dir, X2Y-ı tapaq. N-i tapaq. Bunu tapmaq lazımdır. Deməli, necə yanaşaq bu işə? Tərəf-tərəfə çıxsaq, X-dan X çıxsaq, aşağıdan B, aşağıdan yuxarı çıxsaq, X-in X, Y-dan Y qalır, Y bərabər B çıx A,
Biz yəni elə eləməliyik ki, bunları bir-birindən çıxanda x2 y alınsın. Bax, A ilə B-nin asılılığını soruşur. Baxırıq variantlarda A, B asılıqdır. Neyniyək? Bunu 2-yə vursaq, yəni elə eləyək ki, yuxarıdan aşağını və ya aşağıdan yuxarını çıxanda, baxın, x2 y alınsın. Bunu 2-yə vursaq, x2 olacaq, y da 2 olacaq, bu da 2a olacaq. Hə, çıxaq tərəf-tərəfə. X-dan 2x-dan x çıxsaq, 1x qalır. Yox, bizə lazım 2x qalsın. Onu 3-ə vuraq bəlkə. 3-ə vuranda, bunu da 3-ə vuruq, burada 3a yazırıq. 3x-dan 1x çıxanda 2x alındı. Alt-alta çıxırıq da riyaziyyat kimi. 3y-dan 1y çıxanda yenə y deməli alındı. Onda 3a çıx b-ymiş də elə. A variantıymış burada. Yəni x görsün, bundan bunu çıxanda x2 y alınırsa, riyaziyyat kimi alt-alta. Mən 3-ə vurdum da ki, yəni 2x alınması üçün. O zaman, yəni deyə bilərsiniz, bəlkə elə aşağıdakını vurardıq da, gəlin elə deyilək, görək bir şey əldə etmiş oluruq mu? Bəlkə 3b-dən çıxaq. Yəni, baxaq, elə bir alınırmı? Baxın, məsələn, bunu 3-ə vuraq ki, burada 2x alınır. Bunu 3-ə vuraq 3 olacaq, bu da 6 olacaq, bu da 3b olacaq. İndi 3x-dan x çıxanda 2x alınır, hə, doğrudur. 6y-dan y çıxanda y alınır, 5y alınır. Ona görə ödəməz. Elə cavab A variantı. 3-ə vurduq. Növbəti sual. 37-ci suala baxaq. Deməli, A2B, A2B3 də A-nın B-yə olan, A-nın kütləsinin B-nin kütləsi olan nisbəti x-a bərabərdir. Tutaq ki, A-nın kütləsi C ilə işarə edilir. C qram. B-nin də kütləsini tutaq ki, D qramdan işarə olunur. Yəni, C-nin D-yə olan nisbəti bizə deyir x-a bərabərdir. Onda C də bərabər x vur D. Yəni, x-in kütləsi C-nin yerinə x vur D yazacağım. X vur D. Bizə nə deyir? Y qram A-nın B ilə tam reaksiyasından neçə qram A2B3 alınır? Deməli, A y qram olanda bilmirəm nə qədər B lazımdır bizə. Məsələn, T qram B lazımdır. Məsələn, T qram. A y olanda T qram B lazımdırsa, A x vur D olanda B-nin kütləsi nə qədər oldu? D-dir də. Burada belə D yazmışıq. D ilə işarə etmişik biz. Onda T-ni tapmaq üçün, yəni bu B-nin kütləsidir. Bu da A-nın kütlələrdir də işarə etmişik belə. T bərabərdir. Y-i vurdun D-yə, böldün x vur D-yə. X-lar getdi. Y böl x. Deməli, T olacaq Y böl x. T nə idi? Yəni B-nin kütləsi. Deməli, burada onda bu maddənin kütləsini soruşur da bizdən. Əgər A, bu maddə də A-dan və B-dən ibarət. A bizə Y-dırsa, B-ni də biz Y böl X-dır. Bunları toplayaq elə. Bunun cəmi həmən o maddənin kütləsinə bərabər olacaq da. Ortaq məxrəc burada X olsa, X götürsək, X. Burada olacaq X. Burada da işte 1 olacaq. Y vur X üstəglə Y. Bu da bərabərdir. Y, x üstəglə 1 böl x. Y variantı olacaq düzgün cavab.